Salam. 1945-ci ildə bir xalq ayağa qalxıb, öz taleyini öz əlinə almağa qərar verdi və öz hökumətini qurdu. Yaxşı, bəs bu hərəkatı alovlandıran qılcım nə idi? Gəlin bugün birlikdə Seyid Cəfər Pişəvərinin öz sözləri ilə 21 Azər hərəkatının pərdə arxasına nəzər salaq. Elə gəlin hekayəyə lap başdan yox, birbaşa qırılma nöqtəsindən, işin ən qaynar yerindən başlayaq. Hərəkatın liderinin öz dilindən eşitdiklərimiz o dövrün mənzərəsini, inqilabı alışdıran şəraiti çılpaqlığı ilə göz önünə sərir. Baxın, bu 1945-ci il Azərbaycanında yaşanan gündəlik reallıq idi və bu vəziyyət əslində bizi çox fundamental bir suala gətirib çıxarır. Bir xalqı son nöqtəyə gətirən, onu ayağa qalxmağa məcbur edən nədir? Yəni, heç bir üsyan boş yerdə yaranmır. Bu hərəkatın köklərini anlamaq üçün gəlin əvvəlcə o təzyiqi yaradan səbəblərə, yəni Tehran hökumətinin yeritdiyi siyasətə biraz daha yaxından baxaq. Pişəvərinin təsvir etdiyi mənzərə əslində bir qoruyucu dövlət mənzərəsi deyil, tam tərsi. Mərkəzi hökumət sanki bir yırtıcı kimi davranırdı. Silahlı jandarma qüvvələri isə kəndlərdə insanları terrora məruz qoyan bir cəza alətinə çevrilmişdi. Amma bilirsiniz, hər təzyiq öz əks təzyiqini yaradır. Bu davamlı zülmə cavab olaraq heç kimin gözləmədiyi bir yerdən birbaşa xalqın öz içindən yeni bir qüvvə doğdu. Fədailər. Yəni bunlar hansısa generalın əmri ilə yaranmış bir ordu deyildi, əsla. Fədailər öz kəndlərini, öz ailələrini qorumaq, bu zülmə bir son qoymaq üçün silaha sarılan adi insanlar, kəndlilər idi. Bu tam mənasıyla bir xalq hərəkatı idi. Baxın, işin ən maraqlı tərəfi də elə budur. Pişəvərinin sözlərindən aydın olur ki, bu heç də kortəbii, emosional bir partlayış deyildi. Əksinə, çox ağıllı və səbirli bir strategiya var idi. Kütləvi nümayişlərlə özlərini hədəfə gətirmək əvəzinə, onlar sakitcə fədai dəstələrini təşkilatlandırdılar və dövlətin gücünü kənardan içəriyə doğru, addım-addım neytrallaşdırdılar. Və köhnə rejim zərərsizləşdirilən kimi, bilirsiniz, adətən belə vəziyyətlərdə bir boşluq, bir xaos yaranar, elə deyilmi? Amma burada elə olmadı. Hərəkat inanılmaz bir sürətlə hərəkətə keçərək dərhal yeni bir dövlətin təməlini qoymağa başladı. Sadəcə hadisələrin baş vermə sürətinə bir baxın. Cəmi 3 ay. Avqust-sentyabrda partiya qurulur, noyabr-dekabrda artıq fəaliyyət göstərən milli hökumət var. Təsəllür edirsiniz, bütün bu yolu cəmi 3 aya gətirtdilər. Və söhbət hansısa kiçik bir yığıncaqdan getmir ha. Azərbaycanın hər bir bölgəsindən, hər təbəqəsindən 700-dən çox nümayəndənin iştirak etdiyi Xalq Konqresi qurulan bu yeni hökumətə çox güclü bir demokratik legitimlik, yəni xalq dəstəyi verdi. Onlar dərhal müasir bir dövlətin əsas atributlarını, yəni sütunlarını qurmağa başladılar. Milli Məclis üçün seçkilər keçirildi, hökumət formalaşdırıldı. Və hətta o dövr üçün demək olar ki, inqilabi sayıla biləcək bir addım atdılar, qadınlara ilk dəfə tam siyasi iştirak, o cümlədən səs vermə hüququ verdilər. Deməli, başa düşürük ki, məsələ sadəcə köhnəni yıxıb, yerinə yenisini qoymaq deyildi. Qətiyyən, onların hədəfi daha böyük idi. Azərbaycan üçün tamamilə yeni bir gələcək, kökündən fərqli bir cəmiyyət modeli qurmaq. Bax, bu müqayisə əslində hər şeyi göstərir. Onların vizyonu çox aydın idi. Keçmişdə nə səhv idisə, onu düzəltmək. Dilin sıxışdırılmasına cavab olaraq öz dilində universitet, torpaqsız kəndliyə dövlət torpaqlarının paylanması, Tehrandan göndərilən məmurların yerinə xalqın özünü idarə etməsi. Bu həqiqətən də yeni bir Azərbaycan xəyalı idi. Amma bəlkə də bütün bu siyasi, iqtisadi dəyişikliklərdən daha vacibi başqa bir şey idi. Pişəvərinin öz sözləri ilə desək, bu insanların içində baş verən dəyişiklik idi. İllərdir əzlən, aşağılanan kəndlinin yenidən özünə hörmətini, ləyaqətini qaytarması, başını dik tutması idi. Yaxşı, yeni bir dövlət quruldu. İnsanlar özünə inamını qaytardı. Bəs sonra onu qorumaq necə olacaqdı? Axı azadlığı qazanmaq bir işdirsə, onu qoruyub saxlamaq tamamilə başqa bir işdir. Hərəkatın liderləri çox yaxşı başa düşürdülər ki, qazandıqları bu azadlıq hələ çox kövrəkdir və təbii ki, köhnə qüvvələr bununla barışmayacaqlardı. Buna görə də bu yeni gənc hökuməti istər Tehrandan, istərsə də digər xarici təhdidlərdən qorumaq üçün güclü, nizam-intizamlı bir milli ordu yaratmaq ən təcili vəzifəyə çevrildi. Bax, bu cümlə əslində bütün hərəkatın fəlsəfəsini, DNT-sini ortaya qoyur. Azadlıq sənə hədiyyə edilən bir şey deyil, onu mübarizə aparıb almalısan. Amma iş bununla bitmir. Əsl sınaq o alınan azadlığı qoruyub saxlaya bilməkdədir. Və sonda 21 Azər hekayəsi bizi bir sualla baş-başa qoyur.
Bu sual o vaxt da aktual idi, bu gün də aktualdır. Bir millətin gələcəyini, taleyini kim təyin edir? Uzaq paytaxtlarda oturan hökümdarlar, yoxsa öz azadlığı uğrunda sonuna qədər mübarizə aparmağa hazır olan xalqın öz sarsılmaz iradəsi?